Allah rəhmət eləsin bizim bütün keçən alimlərimizi. O böyük alimlərimizin içərisində biri Əllamə Hillidir. Adını eşitmişsiniz, çoxuz eşidib. Bizim indiyə qədər 3 alimimiz olub ki, həddi buluğa çatmamış iştihad dərəcəsinə çatıb. 3 alimimiz cəmi olub. Həddi buluq yaşına çatmayıb, amma iştihad dərəcəsinə çatıb, müştehidliyə yetişib. Onların biri Əllamə Hillidir. Əllamə Hillinin oğlu Fəxrül Mühəqqiqin də atasından sonra zamanəsinin böyük fəqihi müştehidi olub. Oğlu Fəxrül Mühəqqiqin deyir ki, atam dünyasını dəyişəndən sonra atamı yuxuda gördüm. Soruşdum ki, atacan, necəsən? Dedi, əgər 2 əməlim olmasaydı, çox çətin idi bura. Dedim, hansıdır o 2 əməlin? Dedi, biri ziyarət-i Aşura. Mən hər gün İmam Hüseynin ziyarətini oxuyardım. Allah şahiddir sözümə. Peyğəmbər minbərində Xanım Zəhra məclisində deyirəm bunu. Ziyarət-i Aşuranı davamlı oxuyan, davamlı oxuyan, amma bir məqama çatmasın, belə bir insan mən görməmişəm. Belə bir insan görməmişəm. Hər kəs ziyarət-i Aşura ilə dost olub, bu dünyada məqamı uca olub. Və bunun ən bariz misalı da çoxdur tarixdə, saymayacağım. Amma ən bariz misalı ki, belə gözümüzün qabağındaydı, qardaşım, əzizim, Əziz Hacı Şahin qardaşımız idi. Ziyarət-i Aşura onun məqamını yüksətmişdi, çoxu bunu bilmirdi. Ziyarət-i Aşura, bəli, ziyarət-i Aşura budur. Əllamə Hilli deyir ki, ziyarət-i Aşura olmasaydı birinci budur. Mən çətin idi bura. İkincisi, Əlfeyn kitabım, o mənim dadıma çatdı. Əllamə Hillinin əsəri çoxdur. 50-yə yaxın möhtəşəm əsəri var Əllamə Hillinin. Amma onların içərisində Əlfeynin adını çəkir. Əlfeyn nə deməkdir? Ərəbcə yəni 2000. Niyə adını belə qoyub? Əlfeyn fi isbati imamət əmiril müminin. Yəni Həzrəti Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalamın imamətinin sübutu üçün 2000 dəlil. 2000 dəlil. Mənim varımdır o kitabdan, əlhəmdülillah. Həmən Əllamə Hilli Əlfeyn kitabında indi sizə deyəcəyim bu dəlili orada gətirib. Yəni o 2000 dəlildən biri də budur. 2000 dəlilin qabağında durmaq olar. Hə? Gör necə dəlil gətirib. Allah ruhun şad eləsin. Gör necə dəlil gətirib. Bizdə bir qayda var, əziz din xadimlərimiz bilirlər. Deməyin çətin oldu, istilah oldu. İnşallah elə izah olunacaq ki, hamımız sonda biləcəyik, məqsəd aydın olacaq. İştiğalul yaqini yəstəd'i firaqul yaqini. Belə bir qayda var. Qaydanın mahiyyəti nədir? Bu qayda nə deyir bizə? Deyir ki, əgər yəqinən bilsən ki, hər hansı bir hökmə, təklifə, təklif boynunda var. Ona vaxt sənin boynundan götürülə bilər. Məsələn, mən yəqinən bilirəm ki, hər gün, günorta çağı, günəş zəval edəndə zöhr namazı mənə vacibdir, boynumda var, təklifdir, öhdəlikdir. Bunu yəqinən bilirəm. Nə vaxt mənim boynumdan bu təklif düşə bilər? O vaxtdır ki, yenə də yəqinən bilim ki, mən zöhr namazını kamil şəkildə icra elədim. Sən and verirəm Allaha, belədir. İndi zərrə qədər mənim orada ya dəstəmazımda, ya libasımda, ya qibləmdə, ya şəkkim olsa boynumdan götürürlər, heç vaxtı götürülməz. Elə ürəyim qalacaq şəkdəki görəsən düz oldu, düz olmadı. Bu şəri misal, bir dənə də sənə belə həyati misal deyim. Mən bilirəm ki, 100% filan kəsə borcum var, 100% bilirəm. Amma nə qədər onun da yadından çıxıb mənimdir. Nə etməliyəm? Necə olmalıdır? Amma təqribən bilirəm. Məsələn, ya 3 manatdır, ya 5 manat. Nə vaxtı mən rahat ola bilərəm? Yuxarını ödəsəm, 5 manatı ödəsəm, 3'ü versəm, şəkdə qalacam. Bəlkə 5 idi. İndi bizdə 3 ilə 5 olanda
Bir manat da veririk, yola veririk. Mən indi danışmıram, haqq yiyən zamandan danışmıram. Mən danışıram, iman əhlindən danışıram. Mən danışıram o adamlar ki, iman əhlidir, onların insafı var. Həqiqət belədir. Yəni, bunun üçün daha nə ayə lazımdır, nə hədis. Deməli, yəqinən bilsəm ki, boynumda hökm var, təklif var, vəzifə var, öhdəlik var. O zaman rahat olaram ki, onun icrasını da, yerinə yetirməyin də yəqinən bilim. Onda mən rahat olaram, onda arxain olaram, onda əmin olaram. Yaxşı, bu qaydanı necə tətbiq edirsən? Allama hilli, ruhuvə qurban olum, elmivə qurban olum. Bu qaydanı imamətə nə əlaqəsi var? Bax, əlaqəyə bax. Peyğəmbər salavatullah əleyh və aleyhdən sonra bütün müsəlmanlar bilirlər ki, biz hökmlərə mükəlləfik. Boynumuzda ilahi hökmlər var. Şər'i hökmlər var, ictimai hökmlər var, ailədə vəzifə var, məsuliyyət var, və s. Yəqinən insanın boynunda təklif var, öhdəlik var. Bunu yəqinən bilirik. Nə vaxtı boynumdan bu hökm götürülə bilər? Nə vaxtı rahat ola bilərəm? O vaxtı ki, Peyğəmbər salavatullah kimisi, onun canı canından olan, ruhu ruhundan olan və onun kimi məsum olan mənə əmr eləsə və onu yerinə yetirsəm, onda rahat olaram. Əks halda rahat ola bilərsə, əgər məsum olmayan biri sənə təklif desə, sən nə biləcəksən, hardan arxain olacaqsan ki, doğrudan da bu boynumdan təklifi götürdü, yoxsa yox? Ona görə Peyğəmbər salavatullah əleyh və aleyhdən sonra gərək onun məqamında bir insan ola, o məsum olmalıdır, o pak olmalıdır. Həzrəti Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalamdan başqa heç kəs üçün məsumluq heç iddia olunmayıb. Çünki biliblər ki, iddia eləsələr məsumluq, rüsvay olacaqlar. Kimsə özün xəlifə elan eləyib, kimsə, ondan işim yox. Amma biri dursun desin ki, mən məsumam, bu iddianı heç kəs eləməyib, bilib ki, eləsə də yersiz iddia olacaq. O zaman, yalnız və yalnız Həzrəti Əlidən biz hökm alsıq, təklif alsıq, öhdəlik alsıq, o zaman bizim boynumuz təklifdən, öhdəlikdən azad olacaq. O vaxtı biz rahat olacaq. Yoxsa ömür billah insanlar ona görə o hədisül vilayədə İmam Baqir əleyhissalam buyurdu ki, Ərkanuddin xəms, dinin sütunu 5'dir. Namazdır, orucdur, həcdir, zəkatdır, vilayət, imamətimiz. Sonra nə dedi? Dedi, bizim vilayətimizə olunan dəvət qədər heç birinə olmayıb. Niyə? Nə üçün? Çünki vilayətsiz namazda da şəkdəsən, düz elədim yoxsa yox. Orucda da şəkdəsən, həcdə də zəkatdadır. Buna bir ucalı salavat düşür bu dəlillə inşallah. Allahümme salli ala Nə cavab verərlər buna? Nə deyəcəklər bu dəlillə? Deyəcəklər ki, yox, məsum olmayan adamın sözü ilə elə şəkdə qalıram, düzdür, düz deyirsən, şəkdə qalıram, əncə boynumdan hökm götürülür, belə deyəcək. Deyə bilməz. Deyə bilməz. Amma indiyə qədər bu dəlili də heç kəs deməmişdi, Demirəm, əstəğfirullah, bu Allama Hillinin Allah ruhun şad eləsin, o kişilərin, o alimlərin bərəkətindəndir, Allahın onlara verdiyi o tofiqatdandır.